İsa aparıcıdır və biz efir adamıyıq. İnsanlara çox maraqlıyıq. Əsas da sənətimiz, mahnılarımız. Amma bizim arxa planımız, həyatımız da insanlara çox maraqlıdır. Nə edirik, nə yeyirik, nə içirik. Bizim evdə Mahirə xala var, Makuş xala, Makuş deyirik. Öpürəm onu buradan. Şəmkirə rayona gedəndə gəlinlər, əmi gəlinləri deyir, yığışır, deyirlər ki, ay Mahirə qurban olum, Şəbnəm nə yeyir? İnan Allaha demək istəmirdim. Maraqlıdır da. Makuş xala bəlkə gülür indi bax. Deyirəm ki, ay qız necə nə yeyir? Biz nə yeyirik ondan yeyir. Necə yatır? Saat neçədə yatır? Deyir, onlar o qədər maraqlıdır. Çünki şəhərdə hamı şou proqramlarda, məkanlarda zaten bizi görürlər. Amma elə rayon yerində, elə kənd yerində, elə gəlinlər, elə uşaqlar, elə insanlar var ki, bizə həsədlə baxırlar. Mən demirəm, əstəğfurullah. Yəni hamısı sevgidəndir. O deyir, sonra deyir, nə yeyir? Əsas nə yeyir? O ulduzdur da, bəlkə başqa şeylər. Biz də normal, Mahirə xalda gülür. İndi ona görə də Allaha qurban olum. Allah həmişə bəndəsini sevir. Ən pis belə bəndəsini sevir. Sadəcə, heç vaxt mənim əzlərim deməyin ki, bunlara bax, bunu etdi, onu etdi.